Hamı baxsın. Bir tane folder yarattım. Ondan koyun bura. New folder. Ne bileyim, HTML mi yazarım? Birinci transformer başa salacağım. Sonra animation. Animation tezdir ama başa salacağım yadınızda olsun. Index.html. Bir dənə də style.css. Bir dənə section yaradıram. Gəlin bura. Section çağırdım. İzin verirəm. Da class verməz ki bir dənə şey göstərəcəm də. Eğitim verirəm məsəl üçün 100VH. Background color verirəm məsəl üçün land. Kodumuzu run edəcək. Bir dənə section var. Bunda yazın ya. Всё. Bir dənə gəlib div yaradıram. Divi gəlib çağırın. Div izin verirəm məsəl üçün 150x 200 piksel. Eğitim verdim 200 piksel ve background 200 piksel ve background bir dənə divim var. Transformer hover da göstərəcəm. Çünki mən yazan anda transform baş verəcək, görməyəcəksiniz ekrana keçəndə. Hover da verəcəm ki, üzərinə gələnə görə həmin transform neymiş. Gəlirəm divin hoverında deyirəm ki, birincisi transform rotate'dan başlayaq. Rotate elementi saat əqrəbi istiqamətində və ya əksinə döndərmək üçün istifadə olunur. Dərəcə ilə yazılır. Dərəcə deg ilə yazılır. Məsələn, yazıram 90 deg. Gəlib baxacam ki, üzərinə gəldikcə heç nə dəyişmir. Amma əslində o dəyişir, biz görmürük, çox sürətlidir. Bunu yavaş, hər dəfə üstünə gəlib dəyişir əslində. Belə fırlanır, onu görmürük. Çox sürətli. Onun üçün gələm bura transition yazdım. Yazıram .alt is. Gəlirəm eyni şeyi kopyalayıram, divin özünə də yazıram. Gəlib baxıram. Üzərinə gəldim, gördünüz. Saat əqrəbi istiqamətində fırlandı sağa. İstəyirəm çox fırlansın, gəlib buradan məsəl üçün eləyirəm 360. Üzərinə gəldim, gördünüz saat əqrəbi istiqamətində. Rotate. Bundan harada istifadə olunur? Start bu start girdim bura. Məsəl üçün, bu saytda fikir verin, saat əqrəbi istiqamətində sonsuz fırlanır. Burada həm animation istifadə olunur, həm də transform. Bunu ən axırda indi animation başa salandan sonra bir dənə bunu düzəldəcəm, baxarsınız. Yəni transform məsələn burada rotate istifadə olunur. Yadda qalsın, oldu. Saat əqrəbi istiqamətində dərəcə ilə yazılır. İstəyirəm əksinə fırlansın. Onda gəlirəm bura mənfi qoyuram. Asan dərsdir. Mənfi qoyuram. Всё. Gəlib baxıram. Artıq əksinə fırlanır. Sola fırlanır. Gördünüz? Rotate. Sonra var transform translate x və y. Bu neymiş? Elementi x və y oxu üzrə hərəkət elətdirə bilərsən. Məsələn, gəl bura 100 piksel yazıram. Üzərinə gəlirəm, x oxu üzrə getdi. X nədir bu? X oxu üzrə getdi. İstəyirəm əksinə getsin, onu gəlirəm bura mənfi yazım. Onu gedir sola. X oxu üzrə. Məsəl üçün, bax burada. Üzərinə gəlirəm, qalxır yuxarı. Görürsünüz? Bu y-dən. Necə olur? Gəlirəm bura transform translate y yazıram. Mənfi yazanda gəlib baxıram. Bax, qalxdı yuxarı. Gördünüz? Müsbət yazanda isə aşağı düşür. Bura transform translate. Bunu gəlib belə də yaza bilərsiniz. Transform translate yazırsınız. Birinci yazılan qiymət x oxunur. İkinci yazılan qiymət məsəl üçün y oxunur. Belə də yaza bilərsiniz. X, y, x bir yerdə. Üzərinə gəldim. X 9 üzrə 100 piksel, Y 9 üzrə 200 piksel gedir. Fikir verin. Gördünüz? Bu transform translate. Daha sonra var transform skew. Transform skew.
Bu elementi dartır. Bu da dərəcə ilə yazılır. Məsələn, 40 dəqiq. Gəlib baxıram, belə element dartmaq istəyirəm. Məsələn, buna oxşar bir şey var burada. Bu transform rotate ilə yazılır bu. Cavabına fikir verin, əyilib. Gördünüz. Bax, skew ilə, transform rotate ilə belə bir şey eləmək olar. Rotate'də həmçinin X və Y oxucuları da var idi. Onu da dedim yaddan çıxmasın. Yenə bax, gəldim bura, mənfi yazıram, əksinə olacaq. Bir də var transform scale. Nə oldu buna? Scale. Scale rəqəmdən yazılır. 1, 2, 0 neçə, məsələn. Bu nə deməkdir? Şimdi burada gəlirəm. Burada yox. Burada istifadə olunur. Onu yazdım. Hava isimli. Üzərinə gələn görsünüz kiçilir. Bu scale ilə yazılır. Transform scale ilə. Elementin vizi heyeti nə olur olsun 1 sayılır. Scale da 1 sayılır. Üzərinə gəlirəm kiçilir. Nə qədər kiçilir? 0.2 qədər təxmini kiçilir. Düzdür? Yəni üzərinə gələndə tam kiçilsə, yarı qədər kiçilsə, gəl bura 0.5 yazalım. Gəl burada yazıram məsələn. 0.8 var. Eyni şey yazır. Gəl baxıram. Üzərinə gəldim. Görürüz kiçik, az kiçik. İstəyirəm yarısı qədər kiçilsin. 0.5 yazdım. Onda üzərinə gələndə olacaq vizi 100 piksel, heyti 100 piksel. 0.5 yazdım. Üzərinə gəldim, bax gördünüz. İstəyirəm X oxu üzrə kiçilsin. Onda gəldim bu X yazıram. Y oxu üzrə istəyirəm, onda X yazıram. İstəyirəm böyüsün. 0 yox, 1 yazdım. Onda olacaq vizi heyti 300 üzrə. Düzdür? Və baxıram, belə böyüyür. Aydındır? Nə çatmadı, təzədən deyim. Bir dənə video diqqətlə baxıb 4 dənə transform nə edir, onu bilməlisiniz. Rotate nə edirdi? Saat əqrəbi istiqamətində döndərir və əksinə döndərir. Dərəcə ilə yazılır. Scale nə edir? Elementi böyüdüb kiçiltmək üçün istifadə olunur. X, Y, piksel ilə yazılır. Sonra skew elementi dartır, dərəcə ilə yazılır. Translate X var, Y var transformda. O nə edir? X oxu üzrə və Y oxu üzrə hərəkət elədir. Sual var baxdı. Varsa verin yəni. Nə çatmadı? Hı? Çatdı? Videodan diqqətlə baxsaq tamam başlayacaq. Asan dərs çalın. Bu belə. Dili saxlayıram, over silirəm. Animation başa salıram. Əslində artıq dərsdir. Prosta onun üçün başa salıram sizə bax. Animation elementlərə animasiya vermək üçün istifadə olunur. At keyframes ilə yazılır. Məsəl üçün, burada animasiyalar var. Gəlirəm bura, səhifəni yeniləyirəm. Elə burada da oldu. Altdan yuxarı nəsə gəlir, görürüz. Bax, elementlər aşağıdan yuxarı qalxdı. Aşağı gəlirəm, sağdan soldan gəldilər. Aşağı gəlirəm, aşağıdan yuxarı qalxdılar. Gördünüz, yox idi, sonradan yarandı. Bunlar animationdan olur. Necə yaranır? Məsəl üçün, bir dənə fil yaratmışam, buna animasiya vermək istəyirəm. Gəlirəm və buna animation name deyirəm. Yazıram animation name. Adını nə istəsəm qoya bilərəm. Nə yazaq? Məsəl üçün, element yazım. Daha sonra, çalışın buradakı kod adlarından qoyun. O işləməyəcək. Məsəl üçün, left yazıram. Gördünüz, rəngi dəyişdi. Onu götürməyəcək. Onu kod kimi başa düşür. Və elə bir ad qoyun ki, başa düşsün. Məsələn, element. Daha sonra animasiya adı var. Animasiyanın işləmə müddəti olmalıdır ki, bu müddət aralığında işləsin. Bu animation duration-dan olur. Gəlirəm bura animation duration yazıram. Məsəl üçün yazıram, animasiya 1 saniyə müddətində işləyəcək. Biz nə etmək istəyirik? Məsələn, istəyirəm səhifə yenilənəndə div var ha. Div soldan sağa belə hərəkət eləsin. Onu yazacaq. Animasiyanın adını yazdıq, duration'ı yazdıq. Düzdür? Keçdim bura. Animation'ı verəcəm. At key frames yazıram. Ara qoyuram. Animasiyanın adı nə idi? Element. Yazıram element. Mötərizə atıram. Sure. Animasiya iki cür yazılır. Bir from to ilə yazılır, bir də faizlə yazılır. Məsələn, bura yazıram from. Mötərizəni açdım, gəldim bura. Animation yazmaq üçün gəlirəm bura. Position absolute verirəm. Position absolute. Bu nəyin üçün də hərəkət edəcək? Section. Section'a isə position relative verirəm. Baxıram.
Nəsə dəyişib heç nə. Animasiyanın adını verdik, duration verdik. Gəlib burada yazıram. Yazıram from left sıfırdan to to left məsəl üçün 90%. Gəlib baxıram. Hələ heç nə dəyişmədi. Amma indi oldu. Gördünüz? Və hər dəfə səhifəni yeniləyirəm, gedir. Amma gəl sayta baxıram. Gəldi təzədən qayıtmır. Qaldı orada. Gördünüz? Gəldi, qaldı orada. Gəldi, qaldı orada. Amma bizdə nə olur? Təzədən qayıtdı. Gördünüz? Bu necə yazılır? Animation name'i yazdıq, duration'ı yazdıq. Sonra animation gələn bura time function var. Bu nədir? Burada həmişə mən çox vaxt liner seçirəm. Burada easy liner. Easy var, easy in out var. Bunlar nədir? Məsələn, gəlib yoxlayaq. Easy var. Yenilədim. Yavaşdan sürətliyə doğru get. Var easy in. Bura isimli. Bir saniye. Video davam edirik. Gəldik bura. Easy in'i bildiyiz, out nə idi? Easy in, yavaşdan sürətliyə doğru. Var easy in, out. Cavab baxıram. Səhifəni yenilədim. Sürətli gedir. Easy in, out. Sonra var, mən bunu işlədim. Liner. Bu nədir? Eyni tempdə gedir. Cavab baxıram. Eyni tempdə. Burada animasiya istəyirəm yavaş hərəkət eləsin. Onda duration-a gəlirsiniz uşaqlar. Məsələn, bu 1 saniyə müddətində soldan sağa getdi. Duration odur. Bura yazıram məsələn 10 saniyə. Gəlib baxıram. 10 saniyə müddətində o işləyəcək. Duration budur. Aydındır? Məsələn 1.5 burada belə kəsrlə də yaza bilərsiniz diyor. 4.5. Yəni duration budur. Yavaş çıxırsa bilin ki, duration'dandır. Qalır. Sonra bura qoyuram 1.2.5 belə olsun. Tamam. Sonra var animation. Bunları mən də əzbərməsini yad saxlamayım. Animation yazsam burada bir çıxır baxırsınız. Delay var. Delay gecikdirmədir uşaqlar. Animasiyanı gecikdirirsən ki, məsələn, bu vaxtdan sonra başlasın işləməyə. Məsələn, gəldim bura. Yazıram 4 saniyə. Gəlirəm səhifəni yeniləyirəm. 1, 2, 3, 4. Başladı. Gördün? 4 saniyə sonradan başladı işləməyə. Delay onu gecikdirir. Bunu atıram slash'ə qalsın burada. Sonra animation fill mod var. Burada backwards var. Backwards nədir? Buna klikləyib baxırıq. Animasiya başladı işləməyə, təzədən gəlib qayıdır. Backwards odur. Daha sonra var forwards. Forwards bayaq dediyimdir. Hara gəlsə ora çatıb dayanır. Gəlib baxırıq. Gəlib çatıb dayandı. Hə. Bunun özünün vizi də var axı. Onun vizi də var. Bax, burada scroll da yarandı. Gördünüz? Bu problem. Onları başa salacağım necə işləyəcək. Biraz uzun dərsdir bu. Amma video diqqətlə baxsınız, əslində siz hələ ki tezdir. Bir-iki dəfə sonra bunu keçməliyəm. O çatıb deyər. Buna diqqətlə baxın, elə bir dəfəlik keçəkdə bunu başlayır. Forwards budur. Gəl bunu azaldım, bir 70 yerim. O yaratmıyor. Belə olsun. Forwards hara gəldi, çatıb dayanmaq deməkdir. Sonra var animation iteration count. Bu nədir? Animasiya nə qədər işləsin, neçə dəfə işləsin, count sözündən bilərsiniz. Məsələn, bura gəlib pik yazıram. Səhifəni yenilədim. 1, 2, 3-də gəlib dayanacaq. Bu budur. Gəldim sayta. Baxıram bura. Sonsuz işləyir. İncisən sonsuz nədir? Infinity. Gəlirəm bura infinity yazıram. Baxıram. Sonsuz işləyəcək. Sonra animation play state var. Bu nədir? Bir də görürsən mobil versiyalarda. Məsələn, gəlin bura mobil versiyasına baxacağam bu saytın. Bu saytın mobil versiyasına baxmaq üçün. Sağ klik edirəm, inspect-ə girirəm. Gəlirəm buradan bura klikləyirəm. Kliklədim. Bunu aşağı saldım. Buradan gəlirəm iPhone 14 məsəl üçün Pro Max seçirəm. Buradan seçirəm 100%. Baxın ki, onun burada animasiya işləyir arkadaşlar. Yox. Bunu gələcəkdə keçəcəyik.
Bunu neyləyirik? Gəlirəm web saytımıza media yazanda, mobil versiya media yazmaq ilə media. Onda gəlirsən mediada yazırsan ki, animation play state pause. Animasiyanı dayandırırsan. Bu onun üçün istifadə olunur. Aydındır. Bunu da atdım kommentə. Всё. Bir də var animation. Bunlar lazım değil. Direction falan. Bunlar heç. Всё. Bu qədər. İndi bir dənə şey düzəldəcəm, baxın. Belə deyək də. Çalışın animasiya işlədəndə transform translate'dən istifadə edin. Left-dən right-dən istifadə eləməyin. Scroll yaradır. Əsasən sağ sola hərəkət elətdirəndə bir şey. Məsəl üçün, gəlirəm bura. Nəyi düzəldək? Gəlin, məsəl üçün, için yazmayacağım da 2 dənə dil qoyacağım bura. 2 də sağdan soldan çıxacaq. Elə bir şey düzəldək. Gəlirəm bura. Bunların hamısını silən sıfırdan işləyəcəm. Bir dənə section'ımız var. Bir dənə dilimiz var. Bunun adını qoyuram left. Bir dənə də right yaradıram. Gəldim bura. Left'i çağırdım. İzin verirəm 400 piksel. Eğitim verirəm 400 yoxsa belə verək. 40%. Section yarısını göstərsin. Eğitim verirəm. Bir 60 VH. Bir də background color verirəm. Bunun eynisini kopyalayıram. Düşdüm aşağı. Bir dənə right yaradım. Bunun background'unu verirəm. Məsələn blue. Gəlirəm bura. 2 dənə dilim var. Düzdür. Bunları animation'la istəyirəm sağdan soldan çıxsınlar. Gəlirəm section'a deyirəm. Display olsun flex. Tamam. Align olsun center. Burada bir dənə problem çıxar, ona görə bunu yazıram həm də. Justify olsun space. Tamam. Belə. Birinci gəlib left divimə animation verəcəm. Gəlirəm bura. Left divimi tapıram. Animation vermək üçün bayaq nə yazdıq? 6-7 sətr kod yazdıq. Düzdür? Onun hamısını bir sətirdə yaza bilirəm uşaqlar. Onun qısa versiyasını göstərirəm. Gəlib bir dənə bura yazsan animation. Birinci adını qoyursan. Всё. Hə? Məsələn, yazar element 1. Bu sol tərəfdə olsun. Bu adıdır. Vergül qoydum. Vergül qoymuruq. Yox. Sonra duration yazır. İşləmə müddəti. Yazıram 1.4s. Daha sonra ara qoyuram. Bayaq easy in, out falan yazmışdıq. Mən dedim ki, eyni tempdə getmək üçün linerdən istifadə edirəm. Gəlib yazıram liner. Sonra ara qoyuram. Sonra nə var? Hara gəlsə ora gəlib dayanıb çatsın. Forwards orada dayansın. Forwards da yazdıq. Delaya ehtiyac yoxdur gecikmək üçün. Başqa nə var? Всё. Bunlar bəs. Delay falan lazım deyil də. Gəl bunun keyframesini yazıram. Düşürəm aşağı keyframes-də deyirəm ki, adı nədir? Element 1. Gəlirəm elementimə position absolute verirəm. Burada dəyişiklik olacaq. Всё. Düşdü bunun altına. Gəlirəm right-ma da position verirəm. Onlar alt-alta da buraya. Absolute. Tamam. Bu da bunun üstünə keçdi. Bunu gətirirəm lap sağa. Gəl deyirəm sən right-ın olsun 0. Bu gəldi sağa. Buna da hər ehtimala qarşı deyirəm ki, sən left-in olsun 0. Bu da burada qalsın. Gəlirəm left-imə deyirəm ki, birincisinə. Sənin from-un və ya front-u ilə yazmışdım. İndi faizlə yazacağım, baxın. Yazıram 0%-də olacaq. Yəni within 0% deməkdir. Sənin transform. Dedim left-lə right-dan sağdan soldan yazmayın. Scroll Transform translate X-dən istifadə edin. Yuxarıdan aşağıdan gəlirlər ki, toplatmada istifadə edə bilərsiniz. Transform translate Y-də istifadə edə bilərsiniz. Transform yazıram. Translate X yazıram. X. Olsun burada 0%-də olsun 0x. Sonra gəlirəm. Yazıram. 10%-də burada bir neçə qiymət yaza bilərsiniz. Transform olsun translate X. Məsəl üçün 20 piksel. Bir dənə gəlib burada yazıram. 20%-də məsəl üçün transform translate X-in olsun
40 piksel. Yok. Buradan gəlirəm, lefti silirəm. Forward yazmışam ama. Forwards satmalı. Forward yazmışam. Bir tane sabit düzəldib baxarıq. Gəldim buna animation yazıram. Adını qoyuram element məsəl üçün 2. Duration'ı olacaq. Nə yazmışam? Eyni yazaq. 1.4 saniyə. 1.4 saniyə. Sonra liner olacaq. Eyni templə getsin. Bir də hara gəlsin çatsın orada yazsın. Forward. Ona da gəlirəm at keyframes'də deyirəm element 2 adını çağırdım. Düzdür. Şu. Buna deyirəm 0. Eyni şeyi kopyalayıb buna qoyacağım. Bum bum bum. Qoydum bura. Buna yazıram mənfi. Mənfi nə idi? Tərsinə gedir. O buradan gələcək. Ona görə mənfi yazmalıyıq. Çox indi burada problem çıxdı. Mən onu tapaq. Bax gəlib qayıdır. Niyə mən o satmadı? Forward yazmışam. Yenə fikrim var. Tamam. Kontinu eləmək istəyirəm. Prosta sizə faizi göstərməsin. Faizi necə elənilir. Prosta burada forward niyə işləmədi? Post yazsaq. Nədən post yazsam? Maraqlıdır. Bir saniyə. Yox. Post olmasın. Forward olsun. Biraz da animasyon işlem son harcı biraz anlamlı videonu dayandırmadım. Problemi videoda göreyim. Şu. 30% yəni 100%. Ən çatacaq yerəm ki 100% yazdım uşaq. Gəldi dayandı, düzdür? Bu biraz uzun oldu. Çoxlu faizlər yazdım. Prosta göstərim ki 2 cür yazmaq olur. Qısa versə belə yaza bilərsiniz. Hamısını sildim. Yazıram from, transform, translate, x 0 pixel to, transform, translate, məsəl üçün 50 pixel. Eynisini kopyaladım. Gəldim buna, qoydum bura. Bir dənə neyniyəcəm? Neyniyəcəm? Bir dənə deyə bilərsiniz. Nə dəyişəcəksiniz? Bir şey sağdan sola gəlir. Düzdür. Mənfi 50 piksel qoyacaq. Gəldim bura. Mənfi 50 piksel. Baxıram. Filmin başlama yeri səhv olar. Bunlar niyə belə işləyir? Hə, düzdür, oradan gəlir. Tamam. Aydındır bura kimi.
Bir dənə də bunu göstərəcəm. Və bir də yuxarıdan aşağıdan düşməyə başlar. Onlar birincisidir. Məsələn, Transform Transit Y neydir? Ya top button var. Bir də bunu göstərəcəm necə işlənir. Bunların hamısını sildim. Gəldim bura. Bunları da sildim. Bir dənə yaradıram məsəl üçün icon dedi. Girirəm içinə. Gəlirəm bura. Font alsın. CDN götürdüm. Linki koydum bura. Shift Alt F sərgiyə saldım. Qayıdıram arxaya. Font alsın. Free yazıram. Daxil oldum bura. Bura yazıram. Bunun adı nədir? Gear. GR. Üzərinə klikləyirəm. Burada göstərməlidir. Bunu mediadan çıxarıram. Oxa klikləyirəm. Üstünə gəlirəm. Tapmadı burada adını. Yoxdur. Mən adım bilirəm özüm yazıram. Gəldim bura. Gear yazırsınız. Dişli təkərlik çıxacaq. Free'yə klikləyirəm. Gəldi. Balık. Üzərinə kliklədim. Götürdüm. Gəlirəm. Dilimin içində onu qoydum. Gəl baxıram. O lazım deyil. Bu buradadır. O niyə oradadır? Çünki bunları yazmışam. Bu da etdi. Relativ qalsın. Tamam. İndi təmizdir. Gəlirəm dilimi çağırıram. Nöqtə icon. Sən bizim olsun 50 piksel. Heightin olsun 50 piksel. Background color'ın olsun white. Tamam. Ee, sol onu axıda düzəldərəm. Buna gəlib deyirəm position absolute. Ən sağa gətirəcəm. Məsələn, nə yazıram? Right. Tamam. Yuxarıdan biraz aşağı salacağım. Yazıram. Top 20%. Gəldi bura. Icon düzəldəcəm. Gətirəcəm ortaya. Buna deyirəm display flex. Align icon center. Bir də justify contents and insert loss. Justify contents and çok düz oldu ortada. Kənarları yumrudur. Yalnız bu hissələri yumrudursa, bu hissələri border radiusu belə yazırsınız. Bilmirəm, bilirsiniz yoxsa yox. Border radius yazıram. 4 dənə qiymət yazırsam. Birinci başlayan bura. Bura yazıram 5 piksel. Bura yazıram düzdürsə 0. Burada 0. Bura 5 piksel. 5 piksel, 0, 0, 5 piksel. Burada da 0 arasına ara koyayım. Şu. Oldu eynisi. Yuxarı sol, sağ yuxarı, aşağı, aşağı. Belə yazılır. İndi icon fırlanmağını düzəldəcəm. Icon'un gəlib klassını çağırıram. Facir. Həmişə iconların klassını götürəndə çalışın. Sol tərəf yox, sağ tərəf göstərin. Nəyə görə? Bütün iconları demək olar, bütün iconları sol tərəf adı eynidir. Fasolid ilə başlayır. Amma buradakı adlar onun özlərinə görə dəyişir. Adlarından. Şifacı yeri götürürəm. Hə. Olar ha. Yazıram. Iconu çağırıram. Buna deyirəm. Animation adını qoyuram. Məsəl üçün buna element qoyuram. Ad tapağı səbəbi tapmış. Buna yazıram 1 saniyə. Duration'ı 1 saniyə olsun. Liner olsun. Eyni tempdə geçsin. Yok. Bir də nə var? Hə? Bu harasa gedib dayanıb eləmir. Bir dənə şey var. Sonsuz işləsin. Infinite. Düzdür? Gəl yazıram infinite. Keçirəm bura. Add click frames. Adı nədir? Element. Deyirəm from və ya fırlanma keçiyinə transformdan. Rotate. Gəlib yazıram transform rotate 0 1-dən gəlsin to transform rotate 360 düzdür.
İşləyir, hazır. Burada istəsəz gəlib belə bir şey edə bilərsiniz. Opacitysini verirəm 0.5-dən və hər dəfə solub qaralı görürsünüz. Rəngini dəyişə bilərsən. Burada hər şey edə bilərsiniz. Yazıram color reddən olsun qara. Belə bir şey edə bilərsiniz. Sual var nəsə? Biraz uzun dərs olur, amma maraqlı dərs. Nəsə sualınız olsa verə bilərsiniz. Yoxsa videonu dayandırın. Sure. Bir də davam edə bilərsiniz. Nəsə sual olsa deyin.